adına bilgisayar tam orta məktəbin 4-cü sinif şagirdi Quliyev Turqut. Robot Challenge yarışmasının Lego-sunun kateqoriyası üçün hazırladığımız robot modelini təqdim edirik. Mən Oğuz şəhəri Nail İbrahimin adına İşləmər Məktəb Liseyin 2-ci sinif şagirdi Abdulzadə Şəbnəm. Robotun qurulmasında Lego Spike Prime dəstindən istifadə etmişik. Modeldə 2 ədəd mühərrik, 2 ədəd rəng sensoru və 2 ədəd məsafə sensorları yerləşdirmişik. Sensorlar vasitəsilə robotumuz həm ayağının kənarlarını müəyyən edir, həm də rəqibi aşkar edərək ona doğru hərəkət edir.